Bu ərazilər Azərbaycana qaytarılır. Ermənistan ikiyə bölünəcək. Kanala abunə olub video bəyənməyi unutmayın. Ermənistanın baş naziri Nikol Paşinyanın anklavlarla bağlı səsləndirdiyi fikirlər ölkəsində ciddi müzakirələrə səbəb olub. Erməni baş nazir bildirib ki, Kərkiv, Bərxudarlı və Yuxarı Əskipara Azərbaycan ərazisidir. O, anklav olan bu kəndlərin Azərbaycana qaytarılacağını deyib. Əlavə edib ki, xəritələrin reallığa uyğun gəlmədiyi digər ərazilər də var. Cermukda, İstisu, Vayotdzorun, Dərələyəz, digər rayonlarında və həmçinin Tavuşda. Məsələ həll olunmalıdır, lakin hərbi seçim olmadan. Paşinyan başkəndlə bağlı erməni anklavı iddiasını da yenidən təkrarlayıb. Sfera az xəbər verir ki, Ermənistan müxalifəti baş nazirin açıqlamasını Azərbaycana yeni ərazilərin qaytarılacağının anonsu kimi qiymətləndirir. Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov Ermənistan hakimiyyətinin güzəşt seriyasını davam etdirdiyini iddia edib. Baş nazir artıq Tigranaşeni Kərki adlandırır və Azərbaycana təhvil verməyə hazırlaşır, o bildirib. Ermənistan fraksiyasının deputatı Artur Xaçatryan bildirib ki, Kərkinin Azərbaycana qaytarılmasından sonra strateji çətinliklər yaranacaq. Tigranaşen, Kərki Red Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Əgər bu kənd Azərbaycana qaytarılsa və Azərbaycanlılar orada baza qursalar, Ermənistan yarıya bölünəcək, erməni deputat iddia edib. Hraparakt nəşri isə Nikol Paşinyanı Azərbaycan və Türkiyəyə işləməkdə ittiham edib. Nəşr yazır ki, Ermənistan hakimiyyəti təkcə anklavları yox, sərhəd bölgəsində bir çox ərazini Azərbaycana qaytaracaq. Ermənistanın baş nazirinə qarşı səslənən bu ittihamlar revanşistlərin təbliğat kampaniyasının tərkib hissəsidir. Paşinyan əslində erməni ictimaiyyətinə reallığı çatdırmağa çalışır. Çünki Kərki və Qazaxın 3 anklav kəndi Azərbaycana məxsusdur. Bununla yanaşı, SSR dövründə bir çox ərazimiz otlaq və əkin sahəsi adı altında ermənilərə verilib. Qarabağın işğalı dövründə isə Ermənistan sərhədin bir çox hissəsini qanunsuz olaraq irəli çəkib. Bütün bu məsələlər delimitasiya prosesində həll ediləcək və həm anklav kəndlər, həm də sərhəd bölgəsindəki ərazilər Azərbaycana qaytarılacaq.